Salam əziz abituriyentlər. Biz bugün saat qurşaqları mövzusuna toxunacağıq. Gəlin əvvəlcə yadımıza salaq ki, yer həm günəş ətrafında, həm də öz oxu ətrafında hərəkət edir. Və yer öz oxu ətrafında hərəkət edəndə hansı hadisələr baş verirdi? Biz bilirik ki, bu vaxt həm sutka yaranır, həm gecə-gündüz yaranır, brizlər yaranır, Coriolis qüvvəsi yaranır və qurşaq vaxtı və yerli vaxt yaranır. Biz bugün həm qurşaq vaxtını, həm də yerli vaxt nədir, onu öyrənəcəyik. Ümumiyyətlə biz bilirik ki, gecə və gündüz növbələşməsi zamanı meridianlar arasında iki cür vaxt fərqi dedik ki, yarandı. Bu hansıdır? 1. Yerli vaxt və 2. qurşaq vaxtı. Yerli vaxt hər bir meridian üzərində olan məntəqələrdəki vaxta deyilir. Biz ümumiyyətlə öyrənmişik ki, yer kürəsi şərti olaraq 360 meridiana bölünür, düzdür? Yəni yer kürəsində 360 yerli saat ayrılıbdır. Əvvəlcə onu öyrənin ki, məsələn, deyək ki, bu 10 dərəcə şərq uzunluğudur. Bu da ekvatordur. Şimal yarımkürəsində A məntəqəsi, cənub yarımkürəsində isə B məntəqəsi yerləşir. Və hər ikisi, biri şimal, biri cənubda olmasına baxmayaraq eyni meridian üzərindədir. Və eyni meridian üzərində olduğuna görə hər ikisinin saatı, yerli vaxtı eynidir. Bunu yadımızda saxlayaq. Və dedik ki, hər meridian ona qonşu olan meridiandan 4 dəqiqə fərqlənir. Yəni, məsələn, məntəqəmiz yerləşir 10 dərəcə şərq uzunluğunda, digər məntəqə yerləşdi harda? 15 dərəcə şərq uzunluğunda. Hər ikisinin fərqi tapırıq. Hər ikisi eyni yarımkürədə olduğuna görə çıxıram, eləyir neçə? 5 dərəcə. Və bu iki məntəqə arasındakı fərqi, meridian fərqini mən 4-ə vurmaqla mən tapıram ki, bu məntəqə arasında 20 dəqiqə fərq var. Görürsünüz, eyni yarımkürədə olduğuna görə mən çıxdım. İndi isə fərqli yarımkürə verəcək. Biri məsələn yerləşir 10 dərəcə qərb uzunluğunda. Birim içimizi də çəkək. Biri də yerləşir 10 dərəcə şərq uzunluğunda. Biri şərqli, biri qərbli toplayıram 20 dərəcə eləyir. Bunu da vururam 4-ə. Deməli, bu məntəqələr arasında 80 dəqiqə yerli vaxt fərqi vardır. Bəs görək, qurşaq vaxtı nədir? Qurşaq vaxtı yerli vaxtdan fərqlənir. Yer kürəsi öz oxu ətrafında tam dövrəni 24 saata başa vurduğu üçün yer kürəsi 24 saat qurşağına bölünür. Və yer kürəsinin öz oxu ətrafında 1 saatda neçə dərəcə hərəkət etdiyini biz tapmaq üçün 360 dərəcəni neynəyəcəyik? 360-ı böləcəyik 24 saata və bu da düşür 15 dərəcə. Və buradan biz tapdıq ki, yer kürəsi 1 saata 15 dərəcə döndü. Və 1 dəqiqəyə neçə dərəcəni tapmaq üçünsə 1 saatımız bilirik ki, 60 dəqiqədir. Əgər 60 dəqiqəyə yer kürəsi 15 dərəcə dönürsə, deməli 1 dəqiqəyə də 4 dərəcə dönəcək. Və biz bunu tapdıq. Tapdıq ki, yer kürəsi 24 saat qurşağına ayrıldı və deməli bu saat qurşaqları, yəni birinci saat qurşağından 11-ci saat qurşağına qədər olan deməli qurşaqlar yerləşir harda? Şərq yarımkürəsində. 13-cü saat qurşağından 23-cü saat qurşağı isə yerləşir tamamilə qərb yarımkürəsində. Fikir verirsiniz, yerdə bizdə hansı saat qurşaqları qaldı? 0-cı və yaxud da 24-cü, 0 və yaxud da 24, deməli, və hansı saat qurşağı qaldı? 12-ci saat qurşağı. Bu saat qurşaqları isə həm şərq yarımkürəsinə düşür, həm də qərb yarımkürəsinə düşür. Və deməli, fikir verək ki, 0-cı və yaxud da 24-cü saat qurşağı 7,5 dərəcə şərq uzunluğu ilə 7,5 dərəcə qərb uzunluğu arasında yerləşir. Birinci qurşaq isə 7,5 dərəcə şərq uzunluğu ilə 22,5 dərəcə şərq uzunluğu arasında yerləşir. 23-cü saat qurşağı deməli yerləşir 7,5 dərəcə qərb uzunluğu ilə 22,5 dərəcə qərb uzunluğu arasında və Azərbaycan da yerləşir 3-cü saat qurşağında. Bunu necə tapırıq? Bilirik ki, Azərbaycan 50 dərəcə şərq uzunluğunda yerləşir. Biz onun neçənci saat qurşağında olduğunu bilmək üçün bölməliyik 15-ə. 15-ə bölürük və
Tapırıq 3-cü saat qurşağı. Yerdə nə qədər bizim deməli qalır 5 dərəcə. Əgər biz onun yerli vaxtını tapmaq istəyiriksə, 5-i vururam, 4-ə eləyir 20 dərəcə. Deməli 50 dərəcə şərq uzunluğunda saat olur 3 saat 20 dəqiqə. Amma qurşaq vaxtı olur 3-cü saat qurşağı. Və ümumiyyətlə saat qurşaqları 0-cı meridiandan, yəni Greenwich meridianından hesablanır və şərqə doğru 15 dərəcədən 1 artır. 180 dərəcəlik meridian isə biz buna tarix dəyişdirmə xətti də deyirik. Və burada onun keçdiyi obyektlər təsvir olunmuşdur. İndi isə gəlin orta meridian və kənar meridianların tapılmasına baxaq. Dedik ki, 24 saat qurşağı ayrıldı və 1-ci və 11-ci saat qurşağı tamamilə şərqdə, 13-cü və 23-cü saat qurşağı ilə tamamilə qərb yarımkürəsində yerləşdi. 0-cı və yaxud da 24-cü və 12-ci saat qurşaqları isə həm qərbdə yerləşdi, həm şərqdə. Əgər məntəqə şərq yarımkürəsində yerləşərsə, o zaman biz onun orta meridianını tapmaq üçün sadəcə olaraq 15-ə vuracağıq. Məsələn, bizə deyəcək ki, 5-ci saat qurşağı hansı uzunluqda yerləşir? Biz 5 şərq yarımkürəsində olduğu üçün sadəcə vururam 15-ə, tapıram 75 dərəcə şərq uzunluğu. Doğrudur. Amma əgər məntəqə qərb yarımkürəsində yerləşirsə, bu zaman mən əvvəlcə 24-dən çıxmalıyam verilən deməli saat qurşağını, ondan sonra 15-ə vurmalıyam. Məsələn, bizə deyir ki, 20-ci saat qurşağının orta meridianını tap. 24-dən çıxıram 20-ni, eləyir neçə? 4. 4-ü də vururam 15-ə, eləyir 60. Amma mən 24-dən çıxıramsa mütləq şəkildə bura qərb uzunluğu. Yəni artıq qərbə keçmiş sayılıram, qərb uzunluğu yazıram. İndi isə keçək kənar meridianların tapılmasına. Kənar meridianları necə tapırıq? Biz kənar meridianları tapanda əvvəlcə normal qaydada orta meridianı tapırıq. Daha sonra üzərinə 7.5 gəlib 7.5 çıxmaqla tapırıq. Deməli, məsələn, bizə verir ki, 4-cü saat qurşağının kənar meridianını tap. Əvvəlcə orta meridianı tapıram. Vururam 15-ə, eləyir neçə? 60. 60 dərəcə şərq uzunluğu. Doğrudur. Çünki 4-cü saat qurşağı özü şərqdə yerləşir. Və mən 60-ın üzərinə bir dəfə gələcəm 7.5-i və 60-dan çıxacam bir dəfə 7.5-i. Necə tapdım? Baxın, 60 orta meridiandır və buradadır. Üzərinə gələndə, gəlin bura, dəqiq baxaq, 60-ı tapdım, bu orta meridianımdır. Onun üzərinə gələndə 7.5-ə gedirəm şərqə doğru axı dedik, artır dərəcə ilə. Eləyir neçə? 67.5. Və bir dəfə də çıxanda 60-dan qərb istiqamətində, amma yenə şərq yarımkürəsindəyəm, eləyir 52.5 dərəcə şərq uzunluğu. Bu qədər sadə. Bəs məntəqə qərb yarımkürəsində yerləşirsə necə olar? Gəlin ona da baxaq. Əgər məntəqəmiz qərb yarımkürəsindədirsə, bu zaman biz 24-dən normal qaydada orta meridianı necə tapırdıq? Məsələn, deyir 15-ci saat qurşağını tap. 24-dən çıxıram 15-ə, neçə qalır? 9. 9 da vururam 15-ə, eləyir neçə? 135. Düzdür? Amma qərb uzunluğu. Baxın, 135 dərəcə qərb uzunluğu. Orta meridianımı yazdım. Və ümumiyyətlə yadımızda saxlayaq ki, qərb yarımkürəsində şərqə doğru deyəndə azalacaq, qərbə doğru deyəndə artacaq. Və üzərinə gələndə bir dəfə gəlirəm, deməli 7.5-i eləyir 142.5 dərəcə qərb uzunluğu. Bir dəfə də çıxıram 7.5-i, bu da eləyir 127.5 dərəcə qərb uzunluğu. Bu qədər sadədir. Qurşaq vaxtı bilirik ki, hər bir saat qurşağı üçün onun ortasından keçən meridian üzərində olan yerli vaxt qurşaq vaxtı kimi qəbul edilir. Məsələn, əgər 0-cı saat qurşağının orta meridianı başlanğıc meridianı hesab olunursa, bu halda qurşaqlar bu xətt üzrə hər biri 15 dərəcədən bir keçmiş olacaq. Məsələn, deyək ki, 1-ci saat qurşağının deməli hesabla. Biz bilirik ki, 1-ci saat qurşağı 15 dərəcə şərq uzunluğunda, 2-ci saat qurşağı da 30 dərəcə şərq uzunluğunda yerləşir. Və bunun orta meridian kimi necə tapırıq biz? 2-ni vururam 15 eləyir 30 dərəcə. Yəni, hər saat qurşağın qiyməti 15 dərəcəyə vurulacaq. Şərqə gedəndə qurşaq vaxtı 1 saat artacaq, qərbə gedəndə isə 1 saat azalacaq. Qurşaq vaxtı həmişə 15-ə bölünən ədəd olur. Məsələn, sizə verə bilər 52, 45, 90.
Burada deyəcək ki, qurşaq vaxtını tap. 15-ə bölünənlər sənin qurşaq vaxtın olacaq. Və yaxud da deyək 52 və yaxud da 50 elə Bakını tapaq. Deyir ki, Bakının qurşaq vaxtını tap. Baxırıq ki, Bakı 50 dərəcə şərq uzunluğunun yanında 15-ə bölünən ən yaxın ədəd hansıdır? 50-ni 15-ə böləndə neçə düşdü? 45. 3 dəfə. 3-ü də vururam 15 eləyir 45. Deməli 50-nin yanında 15-ə bölünən ən yaxın ədəd hansıdır? 45. Deməli Bakının qurşaq vaxtı hansı olacaq? 45 dərəcə şərq uzunluğu. Yerli vaxta isə meridian üzərində olan vaxta deyilir. Saat qurşağını biz necə hesablayacağıq? Gəlin ona da baxaq. Biz saat qurşağını hesablayanda, məsələn, biz onun qiymətini vururuq 15-ə. Əgər, daha doğrusu bölürük 15-ə. Əgər qalığımız 7.5-dən çox olarsa, üzərinə 1 əlavə eləyəcəyik. Şərq yarımkürəsindədirsə. Əgər qərb yarımkürəsindədirsə, 24-dən çıxacağıq. İndi gəlin buna aiddə bir dənə tapşırığa baxaq. Məsələn, bizə verib ki, 77 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? Mən 77-ni bölürəm neçəyə? 15-ə. Alıram neçə? 5-ci saat qurşağı. 5-i vuranda 15-ə eləyir 75. Baxıram ki, mənim qalığım 2-dir. Yəni 7.5-dən kiçikdir. Deməli, mən 5-in üzərinə heç bir şey əlavə etməyəcəm. Yəni, mənim məntəqəm 5-ci saat qurşağında yerləşdi. Əgər mənim qalığım, indi ona aid də bir məsələyə baxaq. Əgər bizə deyir ki, məsələn, 82-ni indi bölək neçəyə? 15-ə. 82-ni 15-ə böləndə yenə, deməli, 5 dəfə eləyir 75. Gəlin bunu 83 eləyək. Deməli, burada neçə qalır? 83-dən 5 çıxanda, deməli 75 çıxanda bizdə qalır 8. 8 7.5-dən böyükdür, düzdür? O zaman üzərinə gəlirəm 1-i. Eləyir 6. Deməli, məntəqə yerləşir 6-cı saat qurşağında. Bu şərq yarımkürəsində olanda keçərlidir. İndi isə keçək qərb yarımkürəsində necə hesablanır ona baxaq. Deməli, bizə verib ki, 45 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? 45-i bölürəm neçəyə? 15-ə. 15-ə eləyir 3. Məntəqə qərb yarımkürəsində olduğuna görə 24-dən çıxıram 3-ü eləyir 21-ci saat qurşağı. Bilir ki, 21-ci saat qurşağı da qərb yarımkürəsində yerləşir. İndi bizə verir, deməli 56 dərəcə qərb uzunluğunun hansı saat qurşağında olduğunu tap. 56-nı bölürəm neçəyə? 15-ə düşür 3. Bu da eləyir 45. Qalıq neçə qalır bizdə? 11. 11-imiz 7.5-dən böyük olduğuna görə üzərinə gəlirəm 1-i eləyir 4. Amma qərb yarımkürəsində olduğu üçün mən 24-dən çıxıram 4-ü eləyir 20-ci saat qurşağı. Bu qədər sadədir əslində. İndi isə gəlin saat qurşağına görə koordinatların tapılmasına baxaq. Biz orta meridianı 15-ə vurmaqla məntəqənin koordinatını tapmış oluruq. Məsələn, deyir ki, 3-cü saat qurşağının hansı meridian üzərində yerləşdiyini tap. 3-ü vururam 15-ə eləyir neçə? 45 dərəcə şərq uzunluğu. Deməli, məntəqəmiz yerləşir 45 dərəcə şərq uzunluğunun üzərində. Bu, bunun orta meridianıdır. Kənar meridianlarını istəyəndə normal qaydada üzərinə bir dəfə 7.5-i gəlib, bir dəfə də 7.5-i çıxmaqla onun kənar meridianlarını tapacağıq. Əgər məntəqə bizdə qərb yarımkürəsindədirsə, məsələn, biz bilirik ki, 23-cü və 13-cü saat qurşaqları qərbdə yerləşir. Bu zaman, məsələn, bizə deyir ki, 20-ci saat qurşağının koordinatını tap. Bilirik ki, 20 hardadır? 20-ci saat qurşağı qərb yarımkürəsindədir, düzdür? 24-dən çıxıram 20-ni eləyir 4-cü saat qurşağı. Və mən 4-ü vururam 15-ə eləyir 60. Yenə bir dəfə üzərinə 7.5 gələcəm, bir dəfə də 7.5 çıxacam. Və tapdıqlarıma qərb uzunluğu yazacam. Çünki məntəqəmiz yerləşirdi harda? Qərb yarımkürəsində yerləşirdi. Və yadımıza saxlayaq ki, şərqdə hər zaman saat qərbdən irəlidədir. Məsələn, bizə bir saat verilə bilər ki, bu saat tapdığımız saatdan böyük ola bilər. Bu zaman biz şərqə doğru gedəcəyik. Əgər kiçik olarsa, bu zaman biz qərbə doğru keçəcəyik. İndi isə saat qurşağına aid məsələ nümunələrinə baxaq. Birinci məsələdə nə deyir?
A və B məntəqələri müvafiq olaraq 4 dərəcə qərb uzunluğu və 9 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsinin yerləşdiyi saat qurşağının qərb, B məntəqəsinin yerləşdiyi saat qurşağının isə şərq sərhəddi arasındakı yerli vaxt fərqi bu məntəqələr arasındakı yerli vaxt fərqindən neçə dəqiqə çoxdur. Deməli, bilirik ki, 4 dərəcə qərb uzunluğu neçənci saat qurşağında yerləşir? 0-cı. Nəyə görə? Çünki 0-cı saat qurşağı 7,5 dərəcə qərb uzunluğu və 7,5 dərəcə şərq uzunluğu arasında yerləşir. Və 4 dərəcə 0-cı saat qurşağında yerləşdiyinə görə 0-cı saat qurşağında qərb sərhəddə eləyir 7,5 dərəcə qərb uzunluğu. Buraya yazaq 7,5 dərəcə qərb uzunluğu. Daha sonra nə deyir? 9 dərəcə şərq uzunluğu. 9 dərəcə şərq uzunluğu isə hara düşəcək? Buradadır və 1-ci saat qurşağına düşür. 1-i də vururam 15-ə, eləyir 15. Və 15-in də şərq sərhəddi eləyir 22,5 dərəcə şərq uzunluğu. Nəyə görə? Çünki 1-i vurdum 15-ə, tapdım onun orta meridianını. Üzərinə isə 7,5 gəldim kənar meridianını, yəni şərq meridianını, deməli, sərhəddini tapdım. Bu da elədi 22,5 dərəcə şərq uzunluğu. Bir qərb, bir şərq olduğuna görə toplayıram və nəticədə alıram 30 dərəcə. Və mənim 30 dərəcəm 2 saat eləyir. Nəyə görə? 30-u mən bölürəm 15-ə, düşür 2 saat. 2 saat da bizə verir 120 dəqiqəni. 120 dəqiqə. Gəlin buranı silək. 120 dəqiqə. Nəyə görə? Çünki 1 saatımız 60 dəqiqədir. 2 saatımız isə eləyir 120 dəqiqə. Bunu tapdıq. İndi keçək məsələnin ikinci hissəsinə. Baxırıq, burada bizə nə deyir? 4 dərəcə qərb uzunluğu və 9 dərəcə şərq uzunluğu. Biri qərb, biri şərqdə yerləşir. Arasında 13 dərəcə fərq var. Demişdik ki, meridianlar arasındakı fərqi 4-ə vurmaqla biz onu dəqiqə ilə tapırıq. Deməli, 13-ü vururam 4-ə eləyir 52 dəqiqə. Tapdıq mı 52 dəqiqə? Bir tərəfdə də tapışdıq 120 dəqiqə. 120-dən də mən çıxanda 52-ni tapıram 68 dəqiqə. Deməli, bu məntəqələr arasında 68 dəqiqə fərq var. İndi isə keçək növbəti məsələnin izahına. Deməli, ikinci məsələdə deyir ki, 4-cü və 5-ci saat qurşaqları müvafiq olaraq orta meridianlarının qiymətini yazın. Çox sadədir. 4-ü vururam 15-ə, eləyir 60. 5-i də vuranda 15-ə, eləyir 75 dərəcə şərq uzunluğu. Çünki hər iki saat qurşağı şərq yarımkürəsində yerləşir. Keçək 3-cü məsələyə. Deməli, burada nə deyir? Əgər yer kürəsi xəyali ox ətrafında 1 dərəcəni 8 dəqiqəyə dönsəydi, 24-cü saat qurşağının şərq sərhəddi hansı coğrafi uzunluqda yerləşərdi? Əvvəlcə 1 saatdakı sürəti tapmalıyıq. Əgər 1 dərəcəni 8 dəqiqəyə dönürsə, 60 dəqiqəni neçə dərəcəyə dönəcək? Tapırıq ki, 7,5 dərəcəyə. 1 saatda 7,5 dərəcə yol gedir deməli. Amma normalda neçə dərəcə gedirdi? 15 dərəcə. Və biz normalda 360-ı bölürdük 15-ə, 24 saat qurşağı tapırdıq. Amma burada 7,5 dərəcə getdiyinə görə 360-ı bölürük 7,5-ə, tapırıq ki, bizim 48 saat qurşağımız var. Və indi bizdən istəyir ki, 24-cü saat qurşağının şərq sərhəddini tap. Və biz 24-ü də vururuq 7,5-ə. Bu da eləyir, bizə verir 180 dərəcəlik uzunluğu. Ondan da şərqə gedəndə, axı biz demişdik, şərqə gedəndə qərbə tərəf keçmiş oluruq. 3,75-i ondan çıxacaq. 3 deməli %75, bu 7,5-in yarısıdır. Və bu bizdə eləyir 176,25 dərəcəlik qərb uzunluğu. Deməli, bizim şərq sərhəddimiz eləyir 176,25 dərəcə qərb uzunluğu. İndi isə keçək növbəti məsələyə baxaq. Və burada da qeyd olaraq qeyd eləmişik ki, 180 dərəcəlik meridiandan şərqə gediriksə, baxın, bu 180 dərəcədir. 180-dir. Mən buradan şərqə gedəndə qərb yarımkürəsinə keçmiş oluram. Qərb. Amma qərbə tərəf gedəndə şərq yarımkürəsinə keçmiş oluram. Buna görə də 180 dərəcəlik meridianı
eyni zamanda tarix dəyişdirmə xətti də adlanır. İndi isə keçək növbəti məsələnin izahına baxaq. 4-cü məsələdə deyir ki, Bakı şəhəri ilə 5-ci saat qurşağının orta meridianı arasında nə qədər dərəcə fərqi var? Bilirik ki, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Və 5-i də vururam 15-ə, tapıram neçəni? 75-i. Hər ikisi şərqdə olduğuna görə çıxıram. 75-dən çıxanda 50-ni eləyir 25 dərəcə. Deməli, bu iki məntəqə arasında 25 dərəcə fərq var. İndi isə 5-ci məsələyə baxaq. Sxemə əsasən A məntəqəsindən 200 dəqiqə irəlidə və 2 saat 40 dəqiqə geridə olan B və C məntəqələri müvafiq olaraq hansı coğrafi uzunluqda yerləşir? Əvvəlcə baxırıq ki, A məntəqəsi 22 dərəcəlik şərq uzunluğunda yerləşir. Çünki baxırıq Qrinviçdən şərqdədir. B isə biz uzunluğu bilmirik, amma bizə dəqiqə verib. Neçə dəqiqə verib? 200 dəqiqə. Biz onu 4-ə bölməklə tapırıq 50 dərəcə. Deməli, B məntəqəsi A məntəqəsindən 50 dərəcə şərqdədir. 22-nin də üzərinə 50 gələndə necə eləyir? 72 dərəcə şərq uzunluğu. İndi keçək C-ni tapaq. C-miz isə A-dan qərbdə yerləşir və 2 saat 40 dəqiqə məsafədədir. 2 saat 40, bunu necə tapırıq? 2-ni vururam 15-ə, eləyir 30. Dəqiqəni tapanda isə bölürəm 4-ə, eləyir 10. Və bu ikisini toplayıram, eləyir 40 dərəcə. Və mən, deməli, 22 dərəcədən 40 dərəcə qərbə gedəndə gedib hara çatacağım? 18 dərəcə qərb uzunluğuna. Vəssalam, bu qədər rahat. Uğurlar hər birinizə.